Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bu günləri Binə qəsəbəsində 136 nömrəli məktəbə yaxın və eləcə də yaşayış bina massivinə yaxın olan 3 otaqlı, 2 sotun içində paket qubcalı həyət evimizi təqdim edəcəm. Həyət evimiz tam əşyalı satılır. İlk əvvəl məhləni göstərmək istəyirəm. Asfalt məhlədir, ətraf yaşayışdır. Yeni massiv deyil, ətraflı oturulmuş bir məhlədir dəyərli dostlar və dəyərli izləyicilər. Evimizin həyətidir, gördüyünüz kimi. Dövlət sayğacı şirin suyu, qazı, işığı, bütün kommunalləri var. Sənətdəki dediyim kimi əvvəlcədən paket qubcalı sənətdir. Ətraflı sizlərə göstərirəm, sona qədər izləməyinizi xahiş edirəm. O da nəyə görə? Çünki tam məlumatları tam qaydada başa düşəsiniz. Evimizin gördüyünüz kimi qəşəng üzümlüyü var. Hətta hal-hazırda da üzümlər yetişmək üzrədir. Yaşıllıqdır, belə navesdir. Gördüyünüz kimi həyətinə rahat bir şəkildə 2 dənə maşın daxil olunur və rahat bir şəkildə istifadə oluna bilər. Orada gördüyünüz kimi yaşayış massivi evidir. Yəni çox yaxındır. Ətraf belə deyək də çox gözəldir. Evimizin kombisi arxasına keçmək olur, böyrünə keçmək olur dəyərli izləyicilər. Çox səliqəli bir evdir. Bunlar da yatıblar burada. Gördüyünüz kimi dəyərli dostlar, həyəti canlıdır və evin emusiyası çox gözəl vurulub, dəmir barmaqları var. Padvalına qədər sizlərə çalışacağım, göstərim. Padvalına qədər göstərəcəm ki, tam ətraflı evi izləmiş olasınız. Ev yerdən kürsülü qoşa daşla tikilibdir. Bünövrəsi sağlamdır. İndi isə daxil olacağım evin padvalını sizlərə göstərəm dəyərli dostlar. Evimizin padvalına keçid edirəm. Buyurun, baxa bilərsiniz. Gördüyünüz kimi, bax, evin padvalıdır. Tam, yəni sizlərə necə var göstərirəm, otaqlara keçmək olur. Bax, oradan da bir keçid var, buradan da bir keçid var. Tam ətraflı evin padvalında dəyərli dostlar, gəzib fırlanmaq olur. İnşallah keçəcəyik. Evin içinə keçməmişdən əvvəl onu bildirmək istəyirəm ki, evimizin burada bakı mövcuddur, su bakı əlavə olaraq və keçək inşallah. İndi isə evin içini sizlərə göstərim. Tam ətraflı baxağın. Keçək. Ya Allah, bismillah. Ev yenidən təkrar edirəm. Kürsülü qoşa daşdır. Belə deyək. Belə koridor sistemlidir. Çox gözəl dizaynı var. Evimizin mətbəxi çox super bir mətbəxdir. Yəni, belə deyək, hamısı membran yığılmadır. Çox keyfiyyətlidir. Evdən ev əşyalı satılır. Evdən götürüləcək paltar yuyan, xaladenlik, televizorlar, elektronika. Bir sözlə elektronika, qalan hər bir şey əşyaları qalır, kondisionerinə qədər saxlayacaq. Dəyərli izləyicilər, dəyərli dostlar. İndi isə keçəyin evimizin zalına, qonaq otağına. Bax, kondisioner qalır. İşıqları, çılçıraqları çox gözəldir. Evimizin zalı, qonaq otağı da gördüyünüz kimi çox mükəmməl dərəcədədir. Geniş bir şəkildə səliqəli uqlavoy divanı, televizoru, bütün stul, mebellər hamısı gördüyünüz kimi mebellər qalır. Televizor götürüləcək, Wi-Fi-nə qədər var. Hər bir şey hazır bir vəziyyətdədir. Keçən yataq otaqlarına dostlar, bu evin yataq otaqları mənim çox xoşuma gəldi, səliqəlidir və genişdir. Yataq otaqları da gördüyünüz kimi genişdir. İstənilən mebeli yığmaq olar. Yəni istənilən, hətta içindəki mebellər belə böyükdür. Yəni içində onsuz zaten qalır. 88.500-ə aiddir. Evimizin arxa tərəfidir. Beton hasardır. Gördüyünüz kimi heç bir qonşunun pəncərəsi evə baxmır. Dəyərli dostlar, dəyərli izləyicilər, keçək digər yataq otağımıza, spalnimizə. Bura digər spalnidir. Gördüyünüz kimi içəri girərkən də uşaq otağı olduğu abu havası insana verir və genişdir. Spalni olmağına baxmayaraqdan çox genişdir, səliqəlidir. Bütün bu mebellər də hamısı daxildir, evin içində qalır dəyərli dostlar. Buradan da pəncərəni sizə göstərim. Dəmir rişotkaları var gördüyünüz kimi. Və keçək digər bizim otaqlarımızı sizə göstərək. Koridoru da çox səliqəlidir. Daha doğrusu sanitar qovşağımız qaldı. Sizə sanitar qovşağını da tanış edeyim. Burada evimizin sanitar qovşağıdır, duşu olsun, bahalıdır. Unitaz, tülpan hamısı tam qaydasındadır. Suyunu açar. Gördüyünüz kimi isti su, soyuq su daimidir. Yəni daimi suları var. Real alıcılara, dəyərli dostlar, yerində qiymətində
endirimdə olacaq. Mütləq və mütləq buyurun tələsin. Belə bir evi əldə etmək üçün yəni mən bu şansı qaçırtmazdım. Nəyə görə? Çünki yer də önəmlidir dəyərli dostlar. Hal-hazırda bu yer çox mükəmməl. Məktəbə yaxın, bağçaya yaxın, alış-veriş məntəqələrinə yaxın, bazara yaxın, ondan sonra marşrut, avtobus məkanına yaxın belə bir gözəl ev tapmaq bu dəqiqənin özündə çox çətin və müşkül məsələdir. Dəyərli dostlar, dəyərli izləyicilər, Aysu xanımın əlaqə nömrələri 055 570 96 40, mənim əlaqə nömrəm 051 558 08 28. Zəng edərək bu evi gəlin, elə yerindəcə behləşin, Allah xeyir versin. Alana da, satana da.